Bir də görürsən ki, dediyim, güldüyüm, gəzdiyim, əyləndiyim videoları paylaşıram. Əzab çəksin deyə. Üstündən 5 dəqiqə keçir. Bunun bir faydası olmadığını fikirləşirəm. Ya onun bu sevgiyə layiq olmadığını ona göstərmək üçün videolar paylaşıram. Ya çox kədərli videolar paylaşıram. Amma bilmirəm. Bilmirəm ki, hansı ondan intiqam almaqdır, hansı onu incitməkdir. Heç biri. Yara almış adamlar iki cür davrana bilir. Bir sağalmağı seçir, bir intiqam almağı seçir. Bəzi adamlar da deyir ki, mən intiqam aldıqdan sonra sağalacam. İnsanların öz kədərlərini yaşamağı da qəbul olunandır. Bu da yaralanıb, bu da zəif imiş deməyindən qorxmadan o hissini yaşamağı da çox möhtəşəmdir. Həqiqi öz yoluna baxa bilməkləri də çox möhtəşəmdir. Amma o muş kimi var, sağalmış kimi, xoşbəxtmiş kimi davranmaq. Bunlar heç vaxt sağaltmır. İntiqam almağına da kömək eləmir amma. Muş kimi davranan adamlar həmişə acıq verməyə çalışacaq sadəcə. Daxilində o intiqam hissi qalacaq. Bir şey xatırlamağını istəyirəm ki, çıxıb getmiş və sənə zərər vermiş birindən intiqamı istəyir xoşbəxt görünərək, istəyir kədərli görünərək, istəyir ona acıq verməyə çalışaraq heç bir şəkildə ala bilməzsən. Ya həqiqi kədərini yaşayacaqsan, ya həqiqətən öz yoluna baxmağa çalışacaqsan.